Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlərə imtahanda istifadə olunmuş sualların izahlarını təqdim edəcəm. Həm kimya, həm də biologiya üzrə suallar var. Və bugün imtahanda iştirak edən, uğur əldə edən hər bir müəllimi təbrik edirəm. Bundan sonra sabahki gündə də imtahan verəcək bütün müəllimlərə uğur arzu edirəm. Allah gözəl nəticələr, ürəyinizdən keçən nəticələri nəsib etsin inşallah. Daha sonra isə müsahibə mərhələsi qalır. O mərhələdə də yenə Allah sizlərə gözəl nəticələr, uğur nəsib etsin. Qeyd edim ki, bugünkü suallar da yenə müəllimlərin dilindən dinləyirik, müəllimlər səs göndərir və ya yazır. Biz onları bir yerə toplayırıq, qeydə alırıq və sizlərə təqdim edirik ki, suallar necə düşüb, hansı mövzularla bağlı olub, ümumi məlumatınız olsun. İzaha keçməzdən öncə sizdən xahişim odur ki, videonu bəyənək zəhmət olmasa, dəyərli rəylərimizi yazmağı unutmayaq, eyni zamanda ətrafımızla maksimum şəkildə paylaşaq. Belə, mənim də sizdən istədiyim bunlardır. Bir də müəllimlər, kiçik bir məlumat verin, vaxtınızı çox almayım. İyul ayının 1-dən biz inşallah ki, müsahibə hazırlıqlarına start veririk. Müsahibə hazırlıqları necə olacaq, hansı formada keçiriləcək, ödənişi nə qədərdir, həftə neçə dəfə olacaq? Bütün məlumatları əldə etmək üçün ekranda göstərilən 051 753 1484 nömrəsinə WhatsApp üzərindən yazaraq ətraflı məlumatlar əldə edə bilərsiniz. İyulun 1-i başlamaqda məqsədimiz də odur ki, tez bir zamanda başlayırıq və müsahibəyə də hazırlıqlı şəkildə artıq müsahibənin olmasını gözləyəcəyik. Yəni əvvəlcədən müsahibə hazırlığımızı da görürük. Qeyd edim ki, icmal nümunələri də olacaq. Müəllimləri ən çox maraqlandıran məsələ budur ki, müəllim icmallar təqdim olunacaqmı? Bəli, icmallar bizim tərəfimizdən sizə tam ödənişsiz şəkildə əgər müsahibə hazırlıqlarına qoşulacaqsınızsa, icmallara əlavə ödəniş alınmayacaq və tam ödənişsiz şəkildə sizlərə ixtisasınız üzrə icmal nümunələri təqdim olunacaq. Belə, dediyim kimi, digər məlumatları da yazaraq əldə edə bilərsiniz. Gəlin vaxt itirmədən keçək izahlarımıza. Deməli, bu gün istifadə olunan suallardan biri belə olubdur. Formativ qiymətləndirmə nə zaman və kim tərəfindən aparılır? Cavab: tədris ili boyunca fənn müəllimləri tərəfindən aparılır. Bilirsiniz ki, məktəbdaxili qiymətləndirmənin 3 növü var: diaqnostik, formativ, summativ və hər birisinin özünün keçirilmə məqamı var. Diaqnostik tədris ilinin əvvəlində, yarım ilin əvvəlində, bölmənin əvvəlində, şagird sinifdən sinifə keçən zaman, məktəbdən məktəbə keçən zaman diaqnostik qiymətləndirmə təşkil olunur. Formativ qiymətləndirmə şagirdin yoldaşıdır, dostudur, hər gün aparılır. Biz buna gündəlik qiymətləndirmə deyirik. O baxımdan nə zaman aparılır deyəndə tədris ili boyunca və kim tərəfindən? Müəllim tərəfindən aparılır, fənn müəllimi tərəfindən. Bu belə. Summativ qiymətləndirmə. İki yerə ayrılır. Kiçik summativ var, böyük summativ var. Kiçik summativ bölmə daxilində və ya bölmənin sonlarında aparılır. Böyük summativ yarım illərin sonunda təşkil olunur. Belə, hər birisinin öz müəyyən təşkili qaydaları var ki, onları sizlərə çatdırdım. Formativi soruşub, cavab budur. Ola bilər sabahda summativi soruşsun, o baxımdan yaxşıca hazırlıqlı olmaq lazımdır. Növbəti sualımız. Canlıların quruluşunun oxşar və fərqli xüsusiyyətlərini izah edir. Tapşırıq Bloom'un taksonomiyasına görə hansı mərhələyə uyğundur? Baxın, canlıların quruluşunun oxşar və fərqli tərəflərini, xüsusiyyətlərini izah etmək və ya müqayisə etmək də ola bilər, fərqi yoxdur. Bu anlamaq mərhələsidir. Cavab B variantı. Yəni burada yuxarı təfəkkürü nəsə yoxdur. Sadəcə öyrəndiklərinin oxşar və fərqli xüsusiyyətlərini izah edəcək. Bilirsiniz ki, oxşar və fərqlini izah edən zamanda biz bildiklərimizi, öyrəndiklərimizi əlaqələndirməliyik. Əlaqələndirmək üçün də onu anlamağımız lazımdır. Yəni bir şeyin, verilənlərin oxşar və fərqli xüsusiyyətlərini izah etmək nə deməkdir? Artıq mən onu mənimsəmişəm və çatdırıram digər tərəfə. Oxşar və fərqli izah etmək isə əlaqələndirməkdir birbaşa. Əlaqələndirərək qarşı tərəfə onu izah etməliyəm. Əlaqə qurmaq üçün də mən onu anlamalıyam. Anlamaq mərhələsi. Belə, bu qədər sadə. Gəlin keçək növbəti suala. Sinifin idarə edilməsi mexanizmlərinə aid deyil. İdarə etmə mexanizmlərinə aid deyil. Hətta keçən il də bu tipli bir sual var idi, mən xatırlayıram. Orada cavablar olur, müxtəlif cavablar. Gözləntilərin təyin olunması, qaydaların tərtib olunması, nə bilim prosedurların hazırlanması və s. Amma qiymətləndirmə meyarlarını təqdim etmək dərsin planlaşdırılmasına aid olan elementlərdəndir. Yəni biz bunu sinifin idarə edilməsi mexanizmlərinə şamil etmirik. Hansı aid deyil? Qiymətləndirmə meyarlarını elan etmək. Təlim nəticələridir, qiymətləndirmə meyarlarıdır. Bunlar dərsin planlaşdırılmasının elementləridir. Aydındırmı? Ona görə bura aid edə bilmərik.
Cavab belədir. Gəlin keçək növbəti suala. Dördüncü sual. Böyüdək. Hansı yanaşma müəllim-şagird münasibətlərinin effektiv qurulmasına müsbət təsir edə bilər? Belə bir sual olubdur. Cavabımız şagirdi anlamaq, empatiya qurmaq. Yadda saxlayaq ki, empatiya hər zaman müsbət bir təsir bağışlayır. Empatiya nə deməkdir? Empatiya digər insanın yerinə özünü qoymaq, qarşındakı insanın əhval-ruhiyyəsini anlamaq, onu başa düşmək deməkdir. Gəlin keçək 5-ci sualımıza. Deməli, sual belə olubdur. Qələmi götürdük. Qrup üzvlərindən biri dominantlıq edir, digərləri isə bu halla bağlı narazılıq edirlər. Bu problemi necə həll etmək olar? Belə bir sual olub. Cavabı mən bura təxmini qeyd etmişəm, çünki müəllimlərin verdiyi cavablar bir-birinə yaxın idi, amma bəzi sözlər olurdu, bəzi sözlər olmurdu. O cəhətdən mən biraz formalaşdırıb cavabı yazmışam, əvvəlcədən deyim. Burada doğru həll yolu budur. Dominant şagirdlə fərdi söhbət edib, ona qrup işi zamanı hər kəsin bərabər dərəcədə fikir bildirmək hüququnun olduğunu bildirmək lazımdır və şagirdlərlə birlikdə yenidən qrup qaydaları təşkil etmək lazımdır. Bu olar, yəni bu həll yollarından biridir. İndi digər variantları görmürük deyə hər hansı bir mühakimə yürütmürəm burada, amma hazırda belə bir cavab uyğun cavab sayılır. Çünki elə olanda həmin şagirdlə fərdi söhbət etmək hər zaman düzgün seçim kimi götürülür. Gəldik digər sualımıza, qələmimizi götürək. Xəstəliyin simptomlarına görə hansı xəstəlik olduğunu müəyyən edin və aradan qaldırılması yollarını deyin. İdrak taksonomiyasının hansı mərhələsinə uyğundur? Baxın, xəstəliyin simptomlarına görə xəstəliyi müəyyən etməliyik. Bu tipli bir sual Artinin model sınağında var idi, bilirsiniz. Orada deyir ki, xəstəliyin əlamətləri təsvir olunur və siz xəstəliyi müəyyən etməlisiniz. Belə bir sual var idi. Cavab tətbiq etmədi burada. Əgər müəyyən edin, təyin edin deyirsə, baxın təkrar edirəm, xəstəliyin simptomları, əlamətləri verilirsə və bu əlamətlərin hansı xəstəliyə aid olduğunu təyin edin, müəyyən edin deyilirsə, bu artıq bilik və bacarıqların icra olunmasına gətirib çıxarır ki, müəyyən edin, təyin edin deyəndə. Bunu tətbiq kimi götürürlər. Cavab B variantı. Ay müəllim, bəs aradan qaldırılması yolları deyin var. Niyə görə bu yaratmaq olmur? Buna əvvəlcə izah verim ki, yenə də rəylərdə bununla bağlı belə qarşılıqlıq düşməsin. Bəzən mən fikir vermişəm, müəllimlər yaratmağı qarışdırırlar. Yaratmağı qarışdırırlar necə? Məsələn, elə buradan deyirəm. Əvvəlcə ona görə izah edirəm ki, sonra rəydə müəllim niyə görə yolların yaratmağı götürməliyik? Belə bir problem olmasın. Onsuz da mən sizə doğru, düzgün izahat çatdırıram. Doğru olan nədirsə onu çatdırmağa çalışıram. Aydındırmı? Mən burada heç vaxt yanlış məlumat verib kimisə belə cəncələ salmaq istəmərəm. Hə, yollar deyin. Müəllimlərin bugünkü problemi nədir? Ay müəllim, burada yol var. Yol vardısa, yol demək, yol təklif etmək vardısa, mən bunu birbaşa yaratmağa götürməliyəm. Bu gün çoxsu belə edir. Amma bu belə deyil. Baxın, yaratmaq nə zaman olur? Yaratmaq, əgər mən hər hansı bir məsələnin həlli ilə bağlı öz ideyalarımı, öz beynimin məhsulunu ortaya qoyuramsa, yəni ideya müəllifi birbaşa özüməmsə, yeni bir yol təklif edirəmsə, o zaman bəli, bu yaratmaqdır. Amma hər hansı bir xəstəliyi təyin edəndən sonra onun aradan qaldırılması yollarını demək, yaratmaq sayılmır. Deyərsiniz, ay müəllim, niyə? Çünki biz bu zaman real xəstəliyin, yəni olan hazır xəstəliyin, məsələn deyək, şəkərli diabetdir. Şagird müəyyən etdi ki, bu xəstəlik şəkərli diabetdir. Onun aradan qaldırılması yolları və ya ondan müdafiə olunması yollarını deyən zaman o hazır məlumatları deyəcək əslində. Çünki o tibbdə olmayan yeni bir yol demir axı. Bu bilirsiniz heç belə çox da mümkünatı olmayan haldır. Yəni müəllim şagirddən burada onu gözləmir ki, bax sən tibbdə olmayan və bu xəstəliyin yeni bir həll yolunu təklif elə. Elə bir ifadə yazılıbmı burada? Və ya müəllim şagirddən onu gözləyə bilərmi? Bax şəkərli diabet xəstəliyidir, xəstəyi sən təyin etmisən və yollar təklif elə. Bu yollarda tibbdə olmayan yollar olsun. Tibbdə olmayan yollar olsa, yəni bu yeni yol kimi sayılır. Onda yaratmaqdır, bəli. Amma burada hər birimiz bilirik ki, şagird xəstəliyi müəyyən edəndən sonra onun simptomlarına uyğun yollar deyəcək. Bunu aradan qaldırmaq yolları. Necə aradan qaldıra bilərik? Və bu yollar onsuz da var olan yollardır. Aydındırmı? Bu tətbiqdir. Yəni özündən yeni yol, tibbdə olmayan yeni bir ideya irəli sürmür.
ki, biz bunu yaratmağa götürək. Həmişə belə məsələlərdə çox diqqətlə yanaşaq. Bu yollar hazırdırmı? Yəni əvvəllərdən vardımı? Yoxsa bu yollar tam yeni yollardır? Tam yeni yoldursa, bu artıq yaratmaqdır. Amma yox, hazır onsuz müəyyən yollar var da hər xəstəliklə bağlı, necə aradan qaldıra bilərik, necə müdafiə oluna bilərik. Bunu deyirsə, bu niyə görə yaratmaq olsun? Belə, cavab oldu B variantı. Yəni şagird burada tibdə olmayan yeni bir yol icad eləmir. Cavab B və beləliklə izahın sonuna gəlib çatdıq müəllimlər. İnşallah növbəti izahlarda görüşmək ümidi ilə təkrar qeyd edim ki, mən çalışıram bütün izahlarımda sizlərə doğru, düzgün məlumatları verim və rəylərə də baxıram. Rəyləri çalışıram nəzərə alım. Amma ə, mənim verdiyim izahlar birbaşa ə, metodika baxımından doğru, düzgün olan izahlardır. Və siz də çalışın ki, o düzgün izahlardan özünüzə doğru nəticələr çıxarın. Yaxşımı? Mənim məqsədim budur. Yoxsa mən niyə görə burada tamamilə olmayan, qondarma bir sual yerləşdirim, özümdən də bir dənə izah verim? Bunlar mənlik deyil. Nədirsə, müəllimlərim nə deyirsə, onu da sizə çatdırıram. Amma kiminsə demədiyini, heç yerdə olmayanı sizlərə təqdim edə bilmərəm. Kim doğru məlumatı verirsə, müəllim bu sual düşüb, real iştirakçılardan real sualları alıb sizlərə təqdim edirəm. Yaxşı, müəllimlər. Növbəti gündə görüşmək ümidi ilə İnşallah hər biriniz gözəl nəticələrlə həm özünüzü, həm də biz müəllimləri sevindirmiş olarsınız. Sağ olun.